Gələk period və tezlik anlayışına. Çevrə üzrə bərabər sürətli hərəkətdə period və tezlik anlayışlarını öyrənməyimiz mütləqdir. Çünki sualların çoxunda məhz bu tipli suallar mövcuddur. Gələk birinci periodun öyrənməyinə. Belə bir əyani nümunə göstərmək istəyirəm sizə. Baxın. Yer kürəsi Günəş ətrafında hərəkət edir, düzdürmü? Və hərəkət zamanı müəyyən bir çevrə cızmış olur. Yer kürəsinin Günəş ətrafında cəmi bir dəfə dövr etməsi üçün ona 365 gün vaxt sərf olunur. Onda biz deyirik ki, yer kürəsinin Günəş ətrafında müəyyən bir perioda malik olur. 365 günlük bir periodu var. Biz periodda T hərfi ilə işarə edirik. Tərifdə də gördüyümüz kimi period bir tam dövrə sərf olunan zamandır. Periodun vahidi saniyə ilə işarə edə bilərik. Məsələn, 365 gün dedik, onu saata, sonra saniyəyə çevirmək mümkündür. Gələk tezlik anlayışına. Əslində period anlayışını başa düşdünüzsə, tezlik anlayışını çox rahat şəkildə başa düşə bilərsiniz. Çünki period və tezlik bir-birlərinə tərs kəmiyyətlərdir. Məsələn, biz periodun düsturunda zaman bölünsün n şəklində ifadə etdik. Tezlikdə isə bu əksinədir. N bölünsün t. Yəni burada müəyyən bir zaman müddətində nə qədər dövr etmişik, tezlik onu bizə göstərir. Tezlik və period tərs kəmiyyətlər olduğu üçün biz tezliyin vahidini öyrənmək üçün 1 bölünsün saniyə yazmağımız kifayətdir. Bilirsiniz ki, dövrün, yəni ədədin bir vahidi olmur. Onu 1 kimi işarə edirik. Zamanın vahidi saniyədir. Saniyə üstü -1 kimi yazırıq və bu hertzə bərabərdir. Yəni tezliyimiz əsasən hertz vahidi ilə ifadə olunur. Hər iki kəmiyyəti ölçmək üçün saniyə ölçənindən istifadə etməyimiz mümkündür.